Bu sizi dəhşətə salmasın, qorxutmasın ki, haqq yolunun yolçuları azdır. Deməli, bura qədər bunu dedik ki, İslama iki cür baxmaq olar. Bir, olduğu kimi olan İslam, Peyğəmbərin gətirdiyi İslam, həqiqi İslam. Bir də İmam Hüseyni öldürən müsəlmanlar inandığı İslam. Bilirsiniz, İmam Hüseyni öldürənlər müsəlmanlar idi. Müsəlmanlar deyən, onlar da bir İslam dininə etiqadı var idi, inanırdılar. O hansı İslam idi ki, 30 bin ətrafında adam var idi və o hansı İslam idi ki, ətrafında 72 nəfər adam var. Diqqət edin, haqq az olar budur. Hələ İslam buyurur ki, haqqın tərəfdarı az olur. Və bu sizi vəhşətə salmasın. Bu sizi dəhşətə salmasın, qorxutmasın ki, haqq yolunun yolçuları azdır. Rivayətdir də Əmir el-Müminin, haqq yolunun yolçuları azdır. İmam Hüseyin zamanında da İmam Hüseynin İslamı, həqiqi İslamın davamçıları 72 nəfər. Amma İmam Hüseynin müqabilində duran müsəlmanlar var, onların İslamı 30 min nəfər.